Salam, sabahınız xeyir olsun əziz tamaşaçılarımız. CBC Sport'a baxırsınız. Ay Həkim efirdədir. Studiyada Doktor Tutu Zeynalovadır. Bugün biz endokrinoloji xəstəliklərdən danışacağıq. Ümumiyyətlə, xəstəliklərin artmasından, bu Hashimoto diaqnozu tez-tez qoyulur, diabet xəstəlikləri artır və s. Və bu xəstəliklərin artmasında çox vaxtı biz deyirik ki, yediklərimizdəndir, havadandır, sudandır və əslində bunun doğruluq payı nə qədərdir? Bütün bu haqda biz bugünkü qonağımızla söhbət edəcəyik. Bütün bunlar haqqında söhbət edəcəyik. Qonağımız endokrinoloq, bütüncül tibb həkimi Səmaya xanım Əliyeva studiyamızın qonağıdır. Xoş gəlmisiniz. Çox şadam sizi görməyimə. Xoş gördük. Səmaya xanım, bu çox eşidirik son vaxtlar. Bütüncül tibb həkimi və bütüncül tibb deyəndə nəyi nəzərdə tuturuq? Yəni doğrudan da bu xəstəliklərin yaranması havadan sudandırmı, yediklərimizdəndirmi? Biraz bütüncül tibb həkimi deyəndə biraz qəribə gəlir insanlara, çünki tanış olmayan bir sözdür. Əslində qalsa, bütüncül tibb həkimi deyilən bir şey yoxdur. Bütüncül baxış var xəstəliyə. Yəni, bütüncül tibb özü bir fəlsəfədir, bir elmdir. Tibb zaten eynidir. Hər zaman tibb elmi eyni olubdur. Klassik tibb olsun, funksional olsun, bütüncül olsun, fərq eləmir. Bunlar hamısı bir tibbdir. Sadəcə xəstəliyə və xəstəyə baxma pəncərəsidir bütüncül tibb. Hardan baxacağıq xəstəyə və yaxud da xəstəliyə hardan baxacağıq? Bütüncül tibb sadəcə budur. Biz hansı pəncərədən baxırıqsa, oradan baxırıq. Doğrudan da xəstəliklərin yaranmasını qeyd etdiyiniz kimi havanın da, suyun da, düşüncənin də, duyğunun da, hətta belə ətrafımızda olan insanların da belə təsiri vardır. Maraqlıdır. O pəncərə, o birisi pəncərələrdən nə ilə fərqlənir? Bu pəncərə həkimin özünü yetişdirməsindən, xəstəliyə baxmasından, insanları anlamasından, qarşındakı insanı düzgün oxumasından və diaqnozu doğru qoymasından asılıdır. Amma yenə deyirəm, tibb eynidir, heç bir fərqi yoxdur. Sadəcə hər kəs bir pəncərədən baxar. Biz burada bütüncül tibb deyəndə daha çox xəstəliyə həm də duyğulardan da baxa bilirik, zehindən də baxa bilirik, düşüncədən də baxa bilirik. Həm də deyirəm, çünki digər sahələrdən də baxırıq. Həm laborator diaqnozlar qoyuruq xəstəyə, həm instrumental müayinələr olunur. Amma psixosomatika da girir. Bəli. Öncədən dediyimiz, əvvəllər də bunun adı vardı, psixosomatika. Sadəcə onun biraz, belə deyim, adı biraz son vaxtlar dəyişilibdir. Sadəcə bundan ibarətdir. Aha, aydındır. Və biz əvvəl, mən deyəndə ki, biz bütüncül tamamlayıcı tibb, deyirlər ki, biz nə oldu bundan qabaqki tibb natamam idi, indi tamamlayıcı yaranıb və s. Çünki bu bir mənalı qarşılanmır və digər yəni standart protokollarla işləyən həkimlər biraz belə bu məsələyə göz ardı edirlər bəzi məqamları. Amma təcrübə də göstərir ki, biz daha sonra bu xəstələri, məsəl üçün psixoloqa yönəldəndə də görürük ki, doğrudan da bəzən görürsən ki, mənim yanıma gələndə çox yeyirəm, bilmirəm niyə yeyirəm deyir pasiyent, amma məlum olur ki, bu hansısa cavabsız qalan emosiyalarını yeyir. Və yaxud ürəyində qalan deyə bilmədiyi sözlər gəlir qalxanvari vəzdə problem olaraq çıxır. Bax, sizin təcrübənizdə maraqlı pasiyentlər yəqin ki, var bu mövzuda, maraqlı hadisələr. İstəyirəm, bax, danışaq, nümunə də olsun bizim pasiyentlərə. Bəlkə tamaşaçılardan kimsə özünü tapdı o hekayədə. Məsəl üçün, yaradılışdan indiyə qədər qadınlara söz haqqı əvvəllər çox verilməyibdir. İndi düzdür, qadınlarımız sözlərini deyə bilirlər, söz haqqları verilir. Amma biz... İndi də saxlamaq olmur. Biz öncə illərə getdiyimiz dövrdə baxırıq ki, qadınların çox da belə söz haqqı olmuyor. Qəbələ dövründən, daş dövründən, digər dövrlərdən mən nəzərdə tutub deyirəm ki, qadınlar çox da belə söz haqqı olmuyublar, daha çox kişilərdə olubdur. Bunun da nəticəsində gəlmiş bir şey var ki, qalxanvari vəzi xəstəlikləri məhz niyə qadınlarda çoxdur? Biz araşdırmalar, insanlarla işləyən artıq 20 ildir mən endokrinoloq olaraq işləyirəm. Nəticəsinə baxırsan ki, doğrudan da sözünü deyə bilməyən qadınlarda daha çox həmin nahiyədə olan enerjilər bloklandığına görə o nahiyələrdə, hansı nahiyədə ki, doğru enerji axını yoxdur bədənə, həmin nahiyədə xəstəlik yaranacaqdır. Bu ola bilər qalxanvari vəzi olsun, digər vəzlər olsun, məadaltı vəzi olsun, uşaqlıq olsun, fərq eləmir. Hansı nahiyədə, belə deyim də, enerji axını doğru deyilsə, həmin nahiyədə zaten xəstəlik yaranacaqdır. Səbəblərdən də biri budur. Ona görə də qadınlarımız daha çox, qalxanvari vəzi ilə daha çox xəstəliklər var. Daha çox Hashimoto'dur, hipotireozdur. Bunlara daha çox təsadüf edirik qadınlarda. Və çox maraqlı bir mövzuya siz həmişə toxunursunuz, sizlə həmsöhbət olanda. Və yeri gəlmiş ki, nəzərinizə çatdırım ki, Səmaya xanım həm də Tibb Universitetinin müəllimidir, elə mənim özümüm də öz müəllimimdir bu bütüncül tibb sayəsində. Çünki bu işi doğrudan da bütüncül tibbdir, azonoterapiyadır, intravenoz terapiyadır, bu xəstəliklərin gedib kök səbəblərinə çıxmaq mövzusunda
Azərbaycanda bütüncül tibb məktəbinin rəhbəridir və hamımızın bütüncül tibbçilərin müəllimidir. Buna görə təşəkkür edirəm sizə. Bir məsələ var ki, siz həmişə danışırsınız toksik yükdən, toksinlərə məruz qalmağımızdan, bunların xəstəliyə səbəb olmağımızdan. Bu tərəfdən də digər insanlar çıxır, deyir ki, hə, nə olsun, mən bu plastik qabdan su içdim deyə mən axı ölmürəm. Ölmürük, amma xəstələnirik. Əlbəttə ki. Necə Söhbət baş verir burada bu? ölümdən getmir. Biz yaşadığımız havanı, suyu, çox şey dəyişə bilmirik. Yəni əlimizdə deyil bunları dəyişmək. Onlar da üst-üstə yığılanda bir növ orqanizm, çox üzr istəyirəm dediyim sözə görə zibil bir yığınağına, toksin olaraq zibil bir yığınağına dönür. Biz bunu mütəmadi təmizləyə bilmiriksə, sözsüz ki, bunlar da bir müddətdən sonra xəstəlik yaranacaqdır. Xəstəliyin yaranması üçün bir hüceyrənin içərisində gedən prosesin dəyişməsi kifayətdir. Maraqlıdır. Yəni əgər bir hüceyrənin içərisində orqanizmdə bir doğru getməyən bir proses yaranacaq, o sirayət eləyəcək digər hüceyrələrə və orqanların artıq gəlib bizim qarşımızda oturan pasientlərdə orqan xəstəlikləri olur. Birinin qaraciyərində problem var, birində diabet var, birində qalxanvari vəzi xəstəliyi var. Artıq bu orqanda sirayət eləmiş bir xəstəlikdir. Amma öncə hardan başladı? Əlbəttə ki, bir hüceyrədən başladı. Biz bir hüceyrədə gedən tip olaraq bir hüceyrədən gedən başlayan prosesləri biz aşkarlayırıq. Gəlib çıxır orqanlara. Bəs yaxşı, hüceyrə niyə dəyişdi? Niyə dəyişdi? Duyğularımız, hisslərimiz, zehnimiz, bəli. Ona görə də bütünçüldür, buradan da yanaşır xəstəliklərə. Deməli, bu stres faktoru deyəndə bunu göz ardına almamaq lazımdır ki, onsuz hamımız stres içindəyik. Bəli, bəli. Heç göz ardına belə qoymaq lazım deyil. Çünki xəstəliklərin kökünün gələn səbəbləri onlardan biridir. Eynilə necə ki, su təsir eləyir, necə ki, hava təsir eləyir, stres onlardan da daha üstündür. Ən böyük stres nədir? Ən böyük stres insan öz-özünü sevməməsi. Ən böyük sevgisizlik. Sevgisizlik, bəli. Birinci insan öz-özünü sevməyə bacarmalıdır. Yəni insanlardan, ətraf insanlardan çox da belə deyim, sevgi gözləyən insanlar özünü sevməyən insanlardır. Bu xəstəlikləri araşdıranda, diabet xəstəliyini araşdıranda və s. kimi araşdıranda doğrudan da baxırıq ki, insanlarla söhbət elədikdə insanlar özlərini sevmirlər. Və bu da gətirib sonradan sevgisizlik deyərdim belə, özünə qayğı, özgüvən az olması, özünə inamsızlıq. Bəli, güvənsizlik. Bunlar hamısı gətirib sonradan xəstəlik olaraq bizim qarşımıza çıxır. Amma öncə bunlar yaranır, sonra xəstəlik yaranır. Yəni özümüzü xəstələndiririk, belə çıxır. İnsanın ən böyük düşməni özüdür. Biz hətta bir psixoloqla da söhbət edəndə Nizami bəylə də demişdik, içimizdə ikinci bir biz varıq. Misal üçün nəyisə almaq istəyirik özümüzə və yaxud nəsə bir xoş gün bağışlamaq istəyirik. İçimizdəki o ikinci biz deyir ki, nə lazımdır, nə məcburdur 300 manat sumkaya verəsən, falan şey lazımdır. Və sanki bizim arzularımızı, istəklərimizi bloklayır o ikinci içimizdəki biz və nəticədə də biz xəstələnirik. Sonunda gəlib xəstəlik olaraq həkimlərin qarşısında otururlar. Ən çox hansı problemdən gəlirlər sizə? Daha çox, mən endokrinoloq olduğuma görə daha çox hormon pozuntuları ilə gəlirlər. Artıq çəki ilə çox gələnlər olur, qalxanvari vəzi xəstəliklərindən gələn olur, diabetlə aşırı artıq da diabet xəstəliyi. Yəni bunlarla daha çox heyif ki, daha çox rastlaşırıq. Amma nə xoş o xəstənin halına ki, sizə müraciət edib, çünki siz biraz fərqli yanaşırsınız. Bəli, burada xəstəliyin yaranma kökünə gedirik. Biz daha çox nədən yarandı, nədən qaynaqlandı. Əgər biz dərman olaraq veririk, zaten reseptdə yazırıq, müalicəmizdə yazırıq. Protokollar öz yerində. Bəli, protokollar öz yerində. Biraz da əgər biz onun deyək ki, ruh halını, duyğularını işləyə bilmiriksə, xəstəlik uzun müddətli davam edir və get-gəl həkimin belə deyim də mütəmadi bir pasiyenti olur. Amma biz çalışdığımız qədər xəstəni özümüzə bağlamaq istəmirik. Xəstə müalicə alıb getsin. Zaten bir müddətli gəlir həkim yanına, sağalsın getsin. Yəni, məncə həkimlik odur. Yoxsa pasiyenti özümə bağlayayım, hər dəfə dərman yazım, göndərim. Onlar mənə görə çox da belə bir doğru bir şey deyil. Əgər həkim isə bacarırıqsa, xəstəlikləri kökündən sağaldıb, xəstə gedib daha rahat yaşamalıdır. Səman xanım, bu xəstəlik sağalma deyəndə yadıma düşür ki, o vaxt bizim dərs keçdiyimiz dönəmdə deyirlər ki, əgər həkimlə söhbətdən sonra xəstənin halı 50% yaxşılaşmırsa, o zaman o həkimdən qaçsın, həkimini dəyişsin. Yəni, gəlib eyni şeyə çıxırıq bugün ki, xəstəliyi yox, xəstəni müalicə edirik. Bəli, bəli. Biz xəstəni müalicə edirik. Xəstəlik zaten xəstəlik sonradan qoyulmuş bir diaqnozdur.
olmalıdır. Hər kəsin indi üzərinə bir ad qoymuşuq. Xəstə içəri girir, soruşursan ki, adın nədir? Bəzən adını belə unudur, deyir şəkərli diabet, Hashimoto'yam. Bu dəqiqə kimi soruşsan bu sözü deyir. Amma əslində qalsa insan görün öz-özünü nə qədər unudur ki, belə. Dəyərsizləşdirir. Bəli, dəyərsizləşdirib ki, bir xəstəliyin altında sanki gizlənir. Bəzən də o onun komfort zonasıdır. Bəzən insanlar doğrudan da sağalmaq istəmirlər. Biz onları məcbur deyilik, məcbur qalırıq sağaltmaq istəyirik, amma insan özü sağalmırsa, istəmirsə, sağalmaq istəyi yoxdursa biz onu sağalda bilməyəcəyik. Niyə sağalmaq istəmir? Ətrafın diqqəti onun üzərində olsun bəlkə. Ola bilərmi? Biz bunu seriallarda görürük. Məsələn üçün qaynana bir şey olmamış, deyir, təzyiqim qalxdı və s. Eynən. Xəstəliklər bəzən insanlar üçün bir komfort zonasıdır. Oradan çıxmaq istəmirlər. Çünki xəstə olanda insana qayğı göstərirlər, diqqət göstərirlər. Bəzən aylarla harasa götürüb aparmırlarsa, xəstə olanda götürüb həkimə aparırlar. Bunlar hamısı çox önəmlidir, çox önəmlidir. Ona görə də hər insan, həkimə gedən insan sağalmaq istəmir. Demək olmaz ki, mən həkimə gedirəmsə sağalıram. Dil deyə bilir sağalıram, amma bədən dili onu demir. Bu insanın bədən dili sağalmaq istəyini görmürük. Yəni bu xəstəliyin yaradılışı, doğuş tarixini və məkanını, səbəbini araşdırmaq lazımdır. Mənə görə insan ən böyük stresi ilə bu dünyaya gələndə yaşayır. Çünki ana bəhtində nə gözəl, yeməyimiz gəlir, suyumuz gəlir, anamızın ürək döyüntüsünü eşidirik. Birdən bizə deyirlər ki, çıx, nəfəs al, yaşa və bu da təəssüf ki, tanımadığın bir kainata düşürsən, ətrafında səndən ölçücə böyük, həcmcə böyük bir şeylər görsən, insanlar zaten körpə çox balaca olur. Siz təsəvvür eləyin ki, bir uşağın gözündən dünyaya gələndə ətrafa baxmağı təsəvvür eləyin. Görün necə bir dəhşətli bir şey görürlər. Çox maraqlı araşdırmalar var bu mövzuda ki, hətta biz dünyaya gələndə bizi qarşılayan insanın o anki enerjisi, əhvalı belə sədrə bizim taleyimizə təsir edir. Bu çox maraqlıdır. Və burada mikroflora məsələsinə toxunmaq istəyirəm. Çünki mikroflorada deyək ki, təbii yolla dünyaya gələn uşaqda və keysəriyyə əməliyyatı dünyaya gələn uşaqlarda da fərqli formalaşır. Ümumiyyətlə mikrofloranın o deyir məndə sığar iki cahan, səndə bizim içimizdə bir dünya da var ki, o mikroflorada bizimlə bərabər yaşayan trilyonlarla bakteriyalar var. Bax, istəyirəm mikroflora məsələsinə də toxunaq ki, bu xəstəliklərin yaranmasında bizim mikrofloramız, mikrobiomumuz hansı yerdə durur? O ön yerdə durur deyərdim. Çünki bütün qəbul elədiyimiz hər bir qida, maye, su fərqi yoxdur. Hamısı mikrobiotadan sorulub gedəcək. Yəni biz bağırsağın divarından hamısını verəcəyik. Əgər o doğru deyilsə, biz onu necə verəcəyik ki? Yəni, əgər orada bir problem varsa, orada bir doğru bir gediş yoxdursa, əlbəttə ki, xəstəliklərin kökün deyərdim, oradan başlayır. Amma biz daha dərinə gedirik, hüceyrə səviyyəsinə gedirik, daha dərinə gedirik. Amma normal anlayışla baxanda, əgər bağırsaq doğru deyilsə, söhbət burada bağırsağın gündə neçə dəfən, belə deyim də, aktından getmir. Söhbət ondan getmir. Bir insan, bir pasiyent gündə 3 dəfəndə aktı normal ola bilər və yaxud da bir dəfəndə ola bilər. Söhbət ondan getmir. Mikrofloranın doğru olmasından gedir. Mikrofloranın doğru olması üçün orada olan probiotiklər, biotiklər, bunlar hamısı normal şəkildə olmalıdır. Çox təəssüf ki, bizim bu zamanada, bu havada, bu qidaların tərkibində o qədər dəyişikliklər var ki, biz mikrobiotamızı təmiz saxlaya bilmirik. Ona görə də biz məcbur qalırıq pasientlərə sizin bayaq saydığınız azonoterapiya olsun, intravenoz olsun, bunları niyə eləyirik? Çünki mikroflora doğru deyil. Xəstələnən hüceyrəni sağaldıraq. Hüceyrəyə gedib çatana qədər biz onu bağırsaqdan verməliyiksə bir dərmanı, bir qidanı. Əgər bunun mikrobiotası normal yerində deyilsə, sağlam deyilsə, biz onu necə verəcəyik? Hardan çatdıracağıq? Ona görə də bəzən biz məcbur qalıb vena daxili prosedurlardan istifadə edirik. Daha tez, belə deyim, xəstəliyin mənbəyinə çatmaq üçün. Bəli, parenteral müalicələrdən istifadə edirik. Daha tez çatmaq üçün. Yəni biri var təcili yardım gedir, 1 saata çatır xəstənin yanına. Bir də var ki, 5 dəqiqə damardan gedir yerindəcə kömək edir, o hüceyrələri sağaldır. Çünki hər sağalan hüceyrə o mövcud xəstəliyin remissiyası, uzun müddətli remissiyası deməkdir. Maraqlıdır. Bəs bu mikrofloranı, yəni belə bir sual yaranır ki, nə oldu? İndi yarandı bu problemlər. Bundan qabaq yox idi. Bizim nənələrimiz, babalarımız hər zaman var idi. Mikrobiota zaten yaradılışdan insana məxsus olan bir... Yox, yəni pozan amillər nə oldu? Necə oldu ki, xarab oldu mikrofloramız? Bu qədər toksik deyildi, suyumuz bu qədər toksik deyildi. Yəni belə baxanda hər bir şey dəyişibdi. Yəni bunu da dəyişdirən zaten insan olubdu. Bu qədər belə deyim də şəhərdə nə qədər maşın var? Nə qədər bunun havaya tüstü buraxır? Yəni tək onu demirəm, nə qədər zavodlarımız var? Onu da insan dəyişdirdi. Onu da insan pozdu zaten. Yəni biz həkimlər olaraq onları dəyişə bilmirik zaten. Yəni onun texnika inkişaf elədikcə, yəni dünya inkişaf elədikcə onlar zaten artacaqdır. Komfortun gətirdiyi problemlər də Bəli, əlbəttə ki. Daha çox onu doğru buyursunuz, komfort insanları xəstə eləyir.
komfort zonadan çıxmaq Bəli. lazımdır. Bəzən insana çox çətin olur komfort zonasından çıxanda, amma çıxandan sonra orada başqa bir dünyanın olduğunu görəndə deyir, kaş bilsəydim vaxtında çıxardım. Maraqlıdır. Səman xanım, bəs yaş məhdudiyyəti varmı? Məsələn ki, deyək ki, bu siz dediyiniz hüceyrəni bərpa etmək üçün, misal üçün, düzdür, təbii ki, nə qədər tez müraciət etsək, bir o qədər yaxşıdır. Amma ola bilərmi ki, desin ki, mənim ailəmdə, misal üçün, şəkərli diabet var, anamda Hashimoto var və mən istəmirəm gələcəkdə bu xəstəliklər məndə olsun. Müraciət etsə, bu xəstəliklərin növbəti nəsildə yaranma ehtimalını azalda bilərikmi necəsə? Bəli, nə qədər insan tez müraciət eləyirsə, sağlığının qayğısına daha tez qalarsa, əlbəttə ki, düzdür, genetika deyilən bir şey var. Yəni, nəsildən nəslə ötürülən bir xəstəliklər var, tamamdır. Amma onları da ortaya çıxaran risk faktorlar var. Biz sadəcə risk faktorlarını azaldırıq. Yəni, xəstəliyi tam biz sonlandıra bilməsək də, ən azından yaranma ehtimalını biz azaldırıq. Risk faktorları azalandan sonra sözsüz ki, xəstəliklər də azalacaqdır. Maraqlıdır. Və Hashimoto söhbətinə qayıtmaq istəyirəm ki, mən qadınlarda daha çox rast gəlir bu problem. Qeyd etdiyiniz kimi, yaş olaraq sağala bilirikmi Hashimotodan, yoxsa sağalmaz bir xəstəlikdir? Hashimotonun kökü nədir deməkdir? İnsan bədəni öz hüceyrəsini tanımır. Autoimmun bir prosesdir. Hüceyrə, bədən öz hüceyrəsini tanımır. Artıq bir bədən öz hüceyrəsini tanımırsa, biz onu necə kökündən sağalda bilərik? Ən azından biz onların titrini aşağı sala bilirik. Məsələn, antitiopa əgər yüksəliblə Hashimotoda, onun titrini aşağı sala bilirik. Məsələn, dərmana keçmə ehtimalını biraz uzada bilirik. Orada da sözsüz ki, bütün qidalanma demək olar ki, dəyişir, həyat tərzi dəyişir. Əgər bunu qəbul edən pasiyentlər varsa, əlbəttə ki, bunun yoluxma ehtimalını biraz uzadırıq. Dərmana keçmə ehtimalını daha biraz uzadırıq. Və azonoterapiya da biraz əvvəl biz qeyd elədik. Azonoterapiya bu müalicələrdə xroniki xəstəliklərdən gedir söhbət ki, uzun müddətdir, xəstə illərdir əziyyət çəkir. Bu azon bu xəstəliklərin müalicəsində hansı mərhələdə dayanır və hansı yerə sahibdir? Azon yaradılışdan olan bir şeydir. Yəni bizim azon təbəqəmiz var, havada azonumuz var bizim. Yəni bunu biz sonradan kəşf olunmuş bir şey deyil. Sadəcə biz onun tibbi tərəfini veririk. Yəni tibb tərəfindən azonu veririk. Azon bədənə daxil olanda qısa bir mexanizmlə bir balaca danışım. Bədənə daxil olursa, burada qanda olan sərbəst radikalları azaldır. İnsan nə qədər uzun müddətli xəstədirsə, xəstəliyi nə qədər uzun müddətdirsə, burada sərbəst radikallar çoxdur. Sərbəst radikalların artması insanı xroniki yorğun eləyir, halsız eləyir. Digər səbəblər, yəni bunların hamısını saymaq istəmirəm. Səbəblər, şikayətləri çox olur. Biz sadəcə ümumi olaraq sərbəst radikalı azaldırıq. Əgər insanın bədəndə sərbəst radikal azalıb oksigenə keçəcəksə, əlbəttə ki, İnsan daha rahatlanacaqdır. Yəni biz burada böyük bir işlər görmürük, belə deyim, Amerika kəşf eləmirik. Sadəcə bədəndə toplanmış çöpləri belə desəm, loru dildə desəm, dərindən təmizləyir. Bəli, təmizləmə iş aparırıq. Bunlardan da biri azonoterapiya. Tək azonoterapiya deyil. Burada sözsüz ki, nəfəs də var, detoksumuz aktivləşməlidir, doğru tərləməmiz olmalıdır. Bunlar hamısı kompleks şəkildə yanaşmalıdır. Yoxsa mən pasiyentə azonoterapiya eləyirəm, sən dünyaya təzədən gəldin, elə bir şey yoxdur. Bütüncül yanaşmada bunların hamısını əl almağı bacarmaq lazımdır. Bu detoks nədir? Çox tez-tez eşidirik. Bu detoks elədim. Bəzələr görürük ki, suyun içinə 2 dənə limon, 3 dənə nanə atırlar. Bu nədir? Bu detoks. Mən bədənimi toksinlərdən təmizləyəcəm. Amma müayinə edəndə görürsən ki, problem elə dərindir ki, yazıq limonla nanə qalır çarəsiz, özlərinin detoksa ehtiyacı olur. Bax, burada o detoks dediyimizdə nəyi nəzərə tuturuq? Nəyi detoks edirik? Nəyi detoks edirik? Birinci növbədə qaraciyərə biz toxunuruq. Çünki qaraciyər bizim deyək, aş süzən kimi bir orqanımızdır. Gələn qan dövranı orada filtrdir. Orada filtrlənib gedir. Burada illərlə filtrlənmiş qanda orada toksin yükü daha çox olduğuna görə biz istəyirik ki, onu bir detoks eləyək, təmizləyək. Bunu düzdür, limonla da eləmək olar, məsəl üçün digər şeylərlə də eləmək, amma çox yeni başlanmış bir problemlər olanda, artıq bizə pasiyent gələndə artıq elə bir halda gəlirlər ki, doğrudan da onun, bayaq dediyiniz kimi, limon onun yanında aciz qalır. Elə bir diş fırçası vermirsən ki, otağı təmizlə. Bəli, eynən. Amma elə hallarda, daha ağır hallarda azonoterapiyadır, parenteral müalicələrimizdir, sözsüz ki, qidalanma da ona yanaşı, aktivlikdir, hətta suyun belə tərkibi, pasiyentin içdiyi suyun belə tərkibi doğru olmalıdır ki, bədəni təmizləyə bilsin. Və bir şey dediyim ki, tərləmə. Tərləmə yaxşıdır yoxsa pisdir? Yaxşıdır.
Tərləmək lazımdır. Tərləmə də bizim bir detoks kanalımızda. Yəni biz normal tərləyirsə, bizim zaten insanlarımız normal tərləmə nə olduğunu belə bilmirlər. Bəzən deyirlər ki, baş hissəm tərləyir, nə bilim bədən hissəm tərləyir. Bu tərləmə deyil. Tərləmə aşırı tərləmə olmalıdır ki, tər vəzləri aktivləşsin və açılsın. Biz bunun üçün düzdür, pasiyent əgər idmana gedirsə, idmanda bunu eləyə bilər, əgər gedə bilmirsə, saunalarda bundan eləyə bilər. Bizə aşırı tərləmə lazımdır. Sadəcə gündə 3-4 dəfə bədənin müəyyən nahiyəsinin tərləməsindən söhbət getmir. Ümumi tərləmə, bəzən toksinlərdən təmizləyir. Bəli. Ən gözəl toksin təmizləmə yöntəminin də biri tərləmədir və doğru nəfəs alma. Nəfəs, necə nəfəs alaq? Diafraqma nəfəs alması, dərin nəfəs alma. Günün müəyyən saatlarında yaxşı olar ki, ağac bol olan yerlərdə olsun, oksigen bol olan yerlərdə olsun, dərin nəfəs almalar eləyə bilər. Biz ağciyərimizin aşağı paylarını demək olar ki, işlətmirik. Hamımız sinə nəfəsi alırıq. Qarın nəfəsi alan çox... Qarnımızı şişir də nəfəs alanda. Onda belə çıxır ki, diafraqmal nəfəs. O da bir idman növüdür. Yəni onu doğru, yaxşı olar ki, bacara bilməyənlər bir mütəxəssisin yanına gedib o nəfəs almanı doğru öyrənsinlər. Nəfəs bizim üçün həqiqətən də həyatdır. Biz bir anlıq nəfəsi dayandırsaq öləcəyik. Yəni nəfəs bizim üçün həyatdır. Ona görə də nəfəs almanı doğru eləmək lazımdır. Çünki orada oksigen-karbon mübadiləsi gedir. Əgər biz onu doğru ala bilmirsə, zaten o mübadilə özü pozulur. Ən çox da bu olur ofis işçilərində. İndi onlara deyə bilmərik gedin ağac olan yerə. Çünki tıxaclarla onlar gedib ağacı tapana kimi stressdən biraz daha bərbad vəziyyətə düşə bilərlər. Amma ən azından ofisinizin balkonuna çıxa bilərsiniz, pəncərəni aça bilərsiniz və gündə bir neçə dəfə doğru nəfəs alaraq daha ən azından keyfiyyətli... insan özünün həkim olmalıdır. Yəni nə qədər həkimə getsə də, nə qədər müalicələr yazdırsa da, bunu eləməyəcəksə, xırda bir şey, doğru nəfəs almanı eləməyəcəksə, digər müalicələrin də effekti olmayacaqdır. Mən belə deyərdim. Maraqlıdır. Qida əlavələri harda dayanır bu xəstəliklərin, yəni xroniki xəstəliklərin kökünün müalicəsində? Qida əlavələrini biz çox təəssüf ki, son illərdə daha çox vermək məcburiyyətində qalırıq. Çünki onlar qidamızda artıq yoxdur. Biz əvvəl bunu qidadan verirdik pasiyentlərə, müraciət edənlərə. Amma artıq belə deyim də, tərəvəz əvvəlki tərəvəz deyil, bayaq dediyim kimi su əvvəlki su deyil. Tərkib o qədər dəyişib ki, biz məcbur qalırıq bunları verməyə. Yəni niyyətimiz artıq düzgün olsa da ondan aldığımız vitamin eyni deyil. Bəli. Biz ola bilər ki, əgər oksigen də belə doğru bir şəhər yerində, mühitində yaşayırıqsa, aldığımız oksigen də doğru deyil. Hətta belə sağlam qidanı yesə, oksigenimiz doğru deyilsə, o gedib doğru yerə gedib çatmayacaqdır. Ona görə məcbur qalırıq biz qida əlavələrinə müraciət eləməyə və pasiyentlərə çox yazırıq qida əlavələrini demək olar ki. Və əhvalımız da təbii ki, təsir eləyir ki, çünki o yediyimiz bizə nuş olub. Məsəl üçün, dağın başında qalana biz gedib, belə deyim, qida əlavəsi çox da yazmırıq. Çünki oksigeni də təmizdir, qidaları da təmizdir. Amma şəhər mühitində əgər yaşayırıqsa, bu qədər toksik bir yükün içərisində yaşayırıqsa, məcburuq bunlar eləməyə. Bu toksinlərdən azad olmağa ki, xəstələnməyək. Bəli. Məncə də elə hər şey ondan başladı ki, biz aid olduğumuz yeri, təbiətin bir parçası olduğumuzu unutduq və başladıq o təbiəti məhv eləməyə, özümüzə komfort yaratmağa ki, o komfort da nəticədə bizi xəstələndirməyə və xəstəliklərin artmasına səbəb oldu. Çox təəssüf ki, kainata hökmranlıq eləmək istədik insan olaraq, amma kainat da əlbəttə ki, qarşılığını bizə verir. Bunu xəstəliklərlə bizim qarşımıza çıxarır. Təəssüf ki, amma inanıram ki, tibb inkişaf etdikcə bu xəstəliklərin hamısının müalicəsi tapılacaq. Qonağımız endokrinoloq, bütüncül tibb həkimi doktor Səmaya Əliyeva idi. Dostlar, sağlamlığınızı sağlam ikən qoruyun. Bugünlük bu qədər. Hələlik.